Balaxanı qəsəbəsi Həsən Əliyev küçəsində yaşayan sakinlər yolsuzluqdan əziyyət çəkirlər. Küçədə asfalt örtüyü yoxdur. Palçıqlı yollar vətəndaşları təngə gətirib. Yolumuz bağırda qardaş. Taksi çağırırıq, gəlmir. Skor gələndə deyinə, xəstəmiz, xeyrimiz, şərimiz, bax yolumuz bağırdadır. İndi siz quru vaxtı gəlmişsiniz. Yağışlıq vaxtı Allah and olsun girmək olmur. Maşın yarıya kimi qalır palçığın içində. Bərbad haldadır, yolumuz düzəlsin. Qoca zaman valla ayağım birdən çöşəyə düşəndə bir görürsən, bir tərəfim şaqqam getdi, yıxıldım. İndi bir mən də öyləm, bir neçələri var burada. İndi xahiş eləyərək bütün qurumlarda bizim bu yol düzəlsin. İndi yaxşı vaxta gəlmişsiniz, quru vaxta gəlmişsiniz. Palçıqlı vaxta gəlsəz, bütün palçığın içindədir. Maşın ustalarda qaldı, elə 2 aydan bir aydan bir aparsan maşını, xada boy düzəldirsən. Küçəyə quraşdırılan işıq dirəkləri də işləmir. Bu səbəbdən də sakinlər gecə vaxtı kələ-kötür yollarla hərəkət etməkdə çətinlik çəkirlər. Yol çox pis vəziyyətdədir, dözülməz bir vəziyyətdədir. Uşaqları məktəbə aparanda and olsun Allaha, bax bu yol qırağı qucağımızda aparır avtobusun yanına kimi. Çox çətinlikdir. Gələndə də elə. İşıqlarımız düzəltdilər, bir 5-10 gün yandı, yaxşı, gözəl. İndi elə o vaxtdan da sönüb də sönüb. Düz o başa kimi bir stolbada bir dənə işıq yoxdur. Vallahi qocamız var, cavanımız var, nə bilim xəstəmiz var. Nə apara bilir, nə gətirə bilir. Məsələ ilə bağlı Balaxanı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdən bildirildi ki, qəsəbə daxili yolların asfaltlanması mərkəzləşmiş qaydada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət investisiya proqramları çərçivəsində həyata keçirilir. Balaxanı qəsəbəsi Həsən Əliyev küçəsində yolun təmiri ilə bağlı tədbirlərin dövlət investisiya proqramına əlavə edilməsi üçün rayon icra hakimiyyəti tərəfindən aidiyyatı üzrə məktubla müraciət olunub. O ki qaldı küçənin işıqlandırılmasına, qurumdan deyildi ki, məsələ nəzarətə götürüləcək və problem aradan qaldırılacaq. Rövşən Tahir, Rahil Bəhlulzadə.